Salam əziz dinləyicilər. Biz artıq sizinlə dördüncü dərsdəyik. Bugünkü mövzumuz abzasların formatlanmasıdır və siyahıların nömrələnməsidir. Abzası formatlamaq üçün, yəni yazılmış mətnə abzas vermək üçün mətnin abzas vermək istədiyimiz yerində mausun sol düyməsini vurur. Məsələn, deyək, Üzeyir bəy sözünün abzas vermək istəyir. Sol düyməni vurub, əsas menyunun adətləri içərisindən abzas, увеличить отступ, yəni abzaslı böyütmə alətini vurur. Sol düyməni vurduqda göründüyü kimi mətnimizə abzas vermiş oldu. Təkrar bir neçə dəfə vursaq, mətnimizə daha böyük abzas verə bilərik. Yox, əgər etdiyimiz əməliyyatları geri qaytarmaq istəyirsə, tez başlatma zolağından geri qayıtma alətinin üzərində sol düyməni vururuq və yaxud klaviaturadan qısa yol tuşları olaraq Ctrl-Z düymələrindən də istifadə edə bilərik. Mətnə abzas verməyin ikinci üsulu isə sətrin qarşısında sol düyməni vurub, xəttkeş panelindən yuxarı üçbucağı tutub, mausun sol düyməsi vasitəsilə tutub, istədiyimiz məsafəyə qədər dartmaq kifayət edər. Əgər biz bir neçə sətrə abzas vermək istəyiriksə, həmin sətirləri seçib, məsələn, deyək, bu sətirlərə abzas vermək istəyiriksə, həmin sətirləri seçib, üçbucağın, xəttkeş panelindəki üçbucaqların aşağı hissəsində yerləşən bu düzbucaqlını tutub çəkmək lazımdır ki, həmin sətirlərə abzas verək. Onu da qeyd edim ki, biz əgər mətnin sətrin müəyyən hissəsinə kursoru mausun sol düyməsini vursaq, kursorun yerini təyin etmiş olaraq. Ardıcıl 2 dəfə vursaq, sözü seçmiş olarıq. Sözün üzərində, hər hansı bir sözün üzərində ardıcıl sol düyməni 3 dəfə vursaq, ümumilikdə abzaslı seçmiş olarıq. İndi isə hər hansı bir siyahı tərtib edirsinizsə, məsələn, deyək ki, hər hansı bir inşaat mallarının siyahısını tərtib edirsinizsə, bu zaman materialları siyahı üzrə nömrələmək lazımdır. İlk öncə yeni bir sənəd yaradım. Bunun üçün klaviaturadan Ctrl-N düymələrini vurub yeni bir səhifə açmış oluram. Əgər keçən dərsimizdə yadınızdadırsa, səhifənin ölçülərini düzəltmək üçün razmerka stranisa bölməsindən polnaya sətrinə daxil olub, buradan isə narısovaniya polnaya sətrini seçirik. Nömrələri 0.6-ya yendirək. Ok əmri verək, sətirlərə, sonra əsas menyudan sətirlər arasındakı məsafəni tənzimləyək. Buranı 1, buranı isə 0 edək. Şrifti böyüdək, 4, yazı dilini seçək, Times New Roman. İlk əvvəl gəlin tərtib edəcəyimiz siyahıya başlıq verək. Məsələn, deyək ki, hər hansı bir tikinti mallarının siyahısını yazırıq. Bunun üçün başlıq verək. Başlıq vermək üçün mərkəzdə düzləndirmə alətindən istifadə edərək yazıram. Tikinti materialları. Tikinti material. Materialları sözümüzü böyüdək, şriftin artıraq və növbəti sətirdən sola düzləndirmə vasitəsilə biz nömrələmənin ümumilikdə 2 üsulu var ki, birinci üsul əllədir ki, bu üsulda
rəqəmi daxil edib, sonra isə ardınca nöqtə və yaxud mötərizə işarəsi qoymaq lazımdır. Nöqtə və yaxud mötərizə işarəsi yazırıq. Məsələn, yazaq 1, nöqtə qoyaq, ardınca yazaq sement. Enter. 2, nöqtə qoyaq, yazaq gips. Enter. 3, nöqtə qoyaq, yazaq boya. Enter. 4, nöqtə qoyaq, yazaq taxta və s. Burada siyahıdan hər hansı bir materialın adını, hər hansı bir elementi silsək, ümumilikdə seçib silsək, göründüyü kimi burada materialın adı silindi, yalnız nömrə qaldı. Nömrəni də silsək, nömrələməmizin ardıcılığı itmiş olacaq. Yəni 1, 2, 4. Siz əgər bu sizin tərtib etdiyiniz siyahı uzun bir siyahı olarsa, məsələn 100-200 element daxil etmiş olsanız, siz bu nömrələməni dəyişmək üçün bütün rəqəmləri bir-bir gərək silib düzəldəsiniz. Bu əziyyətə və bu vaxt içinə son qoymaq üçün mən daxil etdiyim elementləri silib standart nömrələmədən istifadə edirəm. Bunun üçün əsas menyunun alətləri içərisindən numerasiya alətini seçirəm. Sol düyməni üzərində vurub açılan pəncərədə biz nələri görürük? Bu görünən elementlər nömrələmə alətinin növləridir ki, buradan da istədiyimiz aləti, istədiyimiz nömrələmə növünü seçə bilərik. Məsələn, istəyərik rəqəmlər sonu nöqtə, rəqəmlər sonu mötərizə, rum rəqəmləri, əlifbanın böyük hərfləri, kiçik hərflər mötərizə ilə, kiçik hərflər nöqtə ilə və s. istədiyimiz. Məsələn, seçək rəqəmlər sonu mötərizə ilə. 1. Daxil etdik, yazaq sement. Enter. Avtomatik nömrə özü yazılır. Gips. Enter. Boya. Enter. Taxta. Enter. Kabel. Enter. Mismar. Və s. bu cürə nömrələməni daxil edə bilərik. Biz əgər bu siyahıdan hər hansı bir elementi çıxarsaq, nömrələməmiz avtomatik özü istənilən formaya, yəni istədiyimiz 1, 2, 3, 4 diqqətlə fikir versəniz, mən əməliyyatı geri qaytarım. Göründüyü kimi burada 3-cü boya sözünü siyahıdan çıxartmaq üçün sözü seçib backspace düyməsi vasitəsilə vursam, bayaq 6 nömrələmə var idisə, indi 1, 2, 3, 4, yəni standart 5 nömrələmə, yəni istədiyimiz materialı çıxarsaq, nömrələməmiz pozulmamış qalacaqdır. Əgər nömrələməni ləğv etmək istəyiriksə, göründüyü kimi enter vurduqca nömrələməni ləğv etmək istəyiriksə, təkrarən qayıdıb numerasiya alətinin üzərində net sətrinin qarşısına işarə qoymaq lazımdır. Məsələn, bunu ismə sözünü silim. Yox, əgər biz nömrələmədən istifadə etmək istəmiriksə, deyək ki, markerlərdən, müəyyən bir işarələrdən istifadə etmək istəyiriksə, bunun üçün marker alətinin göründüyü əsas menyunun alətləri içərisindən marker alətinin üzərində sol düyməni vurur. İstədiyimiz markeri, buradan istədiyimiz marker növünü seçə bilərik. Məsələn, deyək ki, bu işarəni təyin edək. Bunun üçün sol düyməni vurub yazaq. Qələm, enter, dəftər, enter, kitab, enter, karandaş,
enter, pozan və s. Əgər bizə markerlərin içərisində xoşa gələn marker yoxdursa, yəni bizim üçün xoşumuza gələn marker yoxdursa, ilk öncə gəlin enter sətrini vurub xoşumuza gələn marker yoxdursa, əmri verək, enter. Biz markerlərdən operadelete novi marker sətrinin üzərində sol düyməni vurub, buradan isə simvol sətrini seçirik. Açılan bu pəncərədən istədiyimiz markeri daxil edə bilərik. Burada siz əgər aşağı yuxarı hərəkət etdirmə çubuğu vasitəsilə markerləri, istədiyiniz markeri qoya bilərsiniz. Burada markerlərin növü çoxdur. Məsələn, mən istifadə edəcəm bu markerdən. Sol düymənin üzərində vurub aşağıdan ox əmri veririk. Təkrar pəncərədən isə ox əmri veririk. Yenə yazaq. Ata, enter, ana, enter, qardaş, enter, bacı və s. bu cürlə mətnimizi markerləyə bilərik. Və yaxud markerlər əvəzinə şəkildən də istifadə edə bilərik ki, bunun üçün marker alətinin üzərində sol düyməni vurub, operadelete novi marker sətrini seçib, buradan Rosinok sətrinin üzərində sol düyməni vururuq. Açılan pəncərədən istədiyimiz simgələri, istədiyimiz kiçik bu şəkilləri mətnimizə daxil edə bilərik. Məsələn, seçək elə bu şəkili. Sol düymənin üzərində vurub, pəncərənin aşağı hissəsindən ox sətrinin əmrini verir. Təkrar açılan, təkrar pəncərədən isə yenə də ox sətri verir. Yazıq. Computer. Enter. Telefon. Enter. Nömrə. Və s. bu cürlə mətnimizi markerləyə və yaxud nömrələyə bilərik. Ümumiyyətcə, markerləmə, nömrələmə və abzasların formatlanması mətnlərin görünüşünün yaxşılaşdırılması, mətnlərin görünüşünün gözəlləşdirilməsi məqsədi ilə istifadə edilir ki, bunları da bilməyiniz yaxşı olar. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşmək ümidi ilə. Allah amanında.